Ölkə Reytinq Puanı kanalından hər kəsə salam. Bu gün sizlərlə Araz Naxçıvan və Zirənin Avropadakı təqviminə və Avropada qazana biləcəkləri gəlirlərə baxacağıq. Araz Naxçıvandan başlayaq. Araz Naxçıvanın konfrans liqasının ikinci təsnifat mərhələsindəki rəqibi Yunanıstan təmsilçisi Aris olacaq. Zirənin isə rəqibi Xorvatiya təmsilçisi Hajduk Split olacaq. Hər iki komandamız təsnifat mərhələsi boyunca səpələnməmişlər səbətində yer alacaq. Bir də konfrans liqasına qatıldıqları təqdirdə qazanacaqları gəlirlərə göz ataq. Qazanacaqları hər bir oyunda 400 min evro qazanacaqlar. Bərabərlikdə isə 130 min evro qazanacaqlar. Liqa mərhələsini birinci bitirdikləri təqdirdə 1 milyon evro qazanacaqlar. Liqa mərhələsini 15-ci bitirdikləri təqdirdə 600 min evro qazanacaqlar. 24-cü bitirdikləri yerdə isə 350 min evro qazanacaqlar. Sonuncu yerdə, yəni 36-cı yerdə bitirdikləri təqdirdə sadəcə 28 min evro qazanacaqlar. Bonus olaraq da play-off'a çıxdıqları təqdirdə 200 min evro, son 16-ya çıxdıqları təqdirdə 800 min, 4də 1 oynadıqlarında 1,3 milyon, yarı final oynadıqlarında 2,5 milyon, final oynadıqlarında 4 milyon və çempion olduqlarında isə 3 milyon evro qazanacaqlar. Bəs siz nə düşünürsünüz? Araz Naxçıvan və Zirə konfrans liqasına düşə biləcəklərmi? Bunu şərhlərdə bildirməyi unutmayın. Digər videolarda görüşmək üzrə, sağ olun, salamat qalın.